Salam değerli izleyiciler, çok vacib bir məlumatı diqqətinizə çatdırıram və xüsusilə məktəbli valideynləri bu videonu bir-birinizlə paylaşa bilərsiniz. Təxminən bir ay öncə it dişləyən 10 yaşlı uşaq quduzluqdan dünyasını dəyişir və Gününüz aydın olsun millət. Demək, mən Kristal Abşeronda yaşayıram. Söhbət harda yaşamağından getmir. Nə də ki, demirəm, bütün heç harda yoxdur, məhz Kristal Abşerondadır. Bu bütün məhəllələrdə var bu vəziyyət. İtlərin, küçə itlərinin çoxluğu. Məsələn, gəldim məhəllədə, gördüm bir qadın səsini atıb başına, bir cavan da gəlindi. Allah sənin balanı öldürsün, ölünə nə elə, nə bilim, nə, ora, bura. Deyirəm, yaxınlaşdım ki, nə məsələdir, nədir? Sən demə kimsə, bu sahibsiz küçədə olan itlərə öz cibindən, öz vəsaitindən pul ayırıb, çağırıb, maşın çağırıb, yollayıb bu Leyla Əliyevanın təşkil elədiyi sahibsiz itlər mərkəzinə. Toplandı səhv eləmirəmsə. Ora yollayıb. Nə pislik eləyib ki, nəsə bir ziyanlıq vurub. Bu atıb başına səsini, nə var, nə var. Bu səhər tezdən durub o iti yemləməkdən ötürü canfəşanlıq eləyirmiş və gəlib görüb ki, itləri yığışdırıb aparıblar. Mən o qadın və onun kimlərinə deyirəm. Bəli, itlər bugünkü gün çox insanlardan etibarlıdır, çox insanlardan sədaqətlidir. Amma siz bunu bu biri tərəfini fikirləşin. Şəxsən mənim, Allah uzaq eləsin, görürsünüz də uşağı dişləyib, quduzluqdan ölüb. Uşaq ölüb. Allah ona rəhmət eləsin, Allah valideynlərinə səbir versin. Allah uzaq eləsin. Mənim uşağımı, evladımı, hansısa o küçədə siz o sahib çıxdığınız, çöldə sahib, evdə yox, digər yerdə yox, çöldə sahib çıxdığınız itlər, o uşağı qorxuda, o uşaqda hansısa bir fəsadlar yaranır. And olsun Allah, baxmaram Allah qarşısına, baxmaram kiməsə xoş gəlməliyəm. Gecə ilə o itləri zəhərləyib öldürərəm, and olsun Allah deyirəm. Çünki hamı məni kimi evlad zorundan evlad böyüdür. Bunun hamilə qadını var, itlər səhər tezdən hamilə qadın deyir ki, düşür aşağı, nəsə bir almağa və yaxud da heç günüz vaxtıdır, gün orta vaxtıdır. O it bir dənə onu qorxutsa, onun daxildə olan uşağına fəsadlar hansısa olsa, və yaxud da hansısa bir uşağı çöldə barda qorxusa, hansısa bu dəqiqə əhalinin 70% şəkərdir. O şəkər xəstəliklərinin vəziyyəti necə olur? Bunu fikirləşmirsiniz. Belə sahib çıxansınız, gəlin belə bir şey deyək də. Onlardan da biri mən. Tələb edin bir dənə fond ayrılsın. Ayda kimin nə imkan çatır? İt sevənlərə, sahibsiz itlərə, heyvanlara ayda nə qədər kimin imkanı çatır? Verilsin, onlara da yollansın o mərkəzə. Və yaxud da çobanlarımız var, hansı ki rayonlarda, kəndlərdə o iti, məsələn sürüsü var, kasıbçılıqla sürü artırıb, amma iti saxlamağa imkanı yoxdur, bunun qidasını. Birləşin, hər bir məhəllədə, hər bir məhəllədə yoxdursa belə it sevənlər bir 20-30 dənə it sevən var. Özə baxıram, özə hamısı da imkanlı adamlar da, yəni bu kasıb deyil. Kasıb heç öz balasını gücdən saxlayır, itə qayğını hardan göstərsin. Həmən onlar ayırın, pul ayırın. Yollayın bir rayondan çobana, deyin ki, ay çoban, bax əlaqə nömrəni də ver, kart nömrəni də ver. Ayda sənə məsəl üçün atacaq bir 20 nəfəri, ayda bir 100 manat pul atacaq. Al, get buna yem al. Nə bilim yal al, nə bilim qəssablardan ət yığ. Yəni bu da sənin sahibsiz itlərə, yəni ki, olsun qayğın. Nəinki sən durub bugünkü gün deyirsən, mağazinlərin ağzına yayda durmaq olmur, and olsun Allah. İt yeməklərini tökürlər ora, it bəzilərini yiyir, yarısı da qalır orada. Gün də vurur səhər tezdən, oradan bir dənə ifunət yiyir, çökür, adam irgənir, səhər tezdən də biraz insanlar reaksiyası daha pis olur, elə iyə boxuya. Yəni belə bir şey əvvəllər də olub da, küçə itləri olub da, gəlirdilər, çağırırdılar, o işə baxanlar gəlirdi, onları qısırlaşdırırdılar. Qısır indi biləndiniz bilir, yəni ki, o artım olmurdu da, o itlərdə artım olmurdu, doğub balalamırdılar. Amma bir şey de deyim ki, bugünkü gün dünyada insan əhalisinin azaltmağı uğrunda, o plan uğrunda hər cür yola əl atırlar, amma itlərin artımına yan şərait yaradırlar. Məsələ budur. Bugünkü gün pişiyə o qədər qayğı var, çöl pişiklərinə. Pişik gedib sıçan tutmur. İtə o qədər qayğı var ki, itə mən bir gün aparıb sümük versəm, it onu yemir. Çünki mağazin yeməyindən ölkəşib baxır. Mamlı-matanlar var bəziləri, hansı ki, hələ axırıncı dəfə ərə nə vaxt qabağında yemək qoyduğu yadından çıxır. İti axşam gəlir, səhər gəlir, itə bir dənə yemək alır verir. Nə bilim, gidin o itləri. Valla dünyada itlərə ən çox qayğı göstərən Rusiya Federasiyasındadır. Onlar, valla mən o neçə il yaşadım orada, mən küçədə it görmədim, küçə iti görmədim. Hamısına sahib çıxırlar, evində baxırlar. Belə xoşunuz gəlir, belə ləzzət edirsiniz. Aparın bir dənə həyat evi tutun, Zanyada qalırsa, ya da aparın elə Zanyada saxlayın. Bu cəmaatın bu qorxu, təşviş, bütün küçələr doludur. O günü bir video atıblar Av Parkda itlərin əlindən səhər uşaq qorxu getməyə. Bu da bu cür hallar. Nə bilim, olmaz axı belə bir şey. Şəhər mühiti deyil bura. Bura rayon deyil ki, hələ bir dənə zəncirdə bir it saxlasın, gecələr atsın, buraxsın ki, qapını qorusun. Allah Teala iti qapını qorumaq üçün, müdafiə üçün, insanların bir müdafiə, nəyinsə malını, mülkünü müdafiə eləmək üçün yaradıb. Allah Teala iti yaratmayıb ki, səni küçədə bıraq, cəmaatı qorxutsun. Yəni belə şeyləri biraz nəzarət etmək lazımdır. Müvafiq qurumlar biraz məşğul olun, xahiş edirəm. Bu küçə itlərinə məşğul olun. Bunların peyvənd şərt, bunları tək peyvənd, quduzluğa qarşı peyvənd vurmaq deyil. Bunları nəzarət etmək lazımdır. Bunları artımının qarşısını almaq lazımdır. Allah da acıq getməsin. Bunlar da canlıdır. Yeri gəlsin mən də alıb verirəm. Görürəm hardasa hansısa bir iti görürəm ki, bu nəsə axtarır, gedirəm mağazindən alıb verirəm. Amma aparıb bir mağazin qırağında asfalta tullamıram. Müəyyən bir yerdə torpaq yeri tapıb aparıb verirəm ora. Bu da mənim insanlıq borcumdur. Heyvanlara qayğımdır. Amma mən durub onun tərəfdarı deyiləm ki, məhəllə dolsun itlərlə küçükləsinlər, geçsinlər.
Qızlar var ki, ərə getmək yadından çıxıb, qaçıb gedir o iti yemləyir, nə bilim pişiyi yemləyir. Hərəsi qucağında bir dənə it pişiyi alıblar. Amma da görünüş pisdir, and olsun Allah. O, yəni öz şəxsi işinizdir, istəyirsiniz evdə krokodil saxlayın, özünüz bilərsiniz. Amma bu görünüş pisdir. Görünüş pisdir. Bizim millət valla belə şeylərlə inkişaf eləməli deyil. Bu müasirlik və yaxud da hansısa bir Allahı sevmək deyil. Allahın da sonra it sevənlərin çoxuna gelib desən ki, filan kəs acından ölür, mərhəmətin olsun, insafın olsun, 5 manat ver filan ailəyə aparım ora, 5 manat aparım mən elim, yardım edim. Deyəcək nə yemək lazımdır? Hələ onda biraz nazlı qozlu olur axı, çoxu hamısına şamil eləmirəm. Deyəcək nə yemək lazımdır? Amma aparıb ayda bir 20-30 manat ən azı itlərə yem verir. Versin, özü bilər, öz qazancıdır. Mənim cibimə girmir. Amma bu bir vəziyyəti də düşünmək lazımdır ki, itlərin kütləvi çoxalmağı bu bir təhlükədir. Körpələr üçün təhlükədir. Hər bir yaşlı adamlar var. Az olub Türkiyədə keçən dəfə bir göstərən bir qadını yolun ortasında parçalayır itlər. Az olub belə şey. Yəni gəlib başınıza gəlsin, sonra biləsiniz. Və olmaz axı belə bir şeylərin qarşısını almaq lazımdır. Buna bir sərhəd qoymaq lazımdır. Mən girirəm məhəlləyə girirəm, yenə deyirəm, söhbət Kristal Abşerondan getmir. Girirsən məhəlləyə, axşam bilmirsən sən rayondasan, bilmirsən yoxsa İraq orada yaşayanlarda fermadasan, bu da ferma itləridir. Töküşürlərsin, o gün də birinin balaca iti maşın vurdu. Hanı o sahiblənənlər? İt qaldı yolun ortasında çabalaya. Mənim imkanım yoxdur, aparım mən ona, aparım 200 manat verim, aparım o müalicə elətdirim. Haradaydınız o Kristal Abşeronda yoxsa bir 20-30 dənə it sevənlər var. Gələrdiniz o itə sahib çıxardınız da, itin aqibəti necə oldu, bəlli olmadı. Yəni belə şeylər var da. Bu itlər bu cür vəziyyətlərə düşür, maşının altında qalır, nə bilim, digər bir şeylər olur. Uşaqlar daşlayır. Uşaq da oynayır, daşlayır uşağı, itlərə zədə yetirir. Yəni bunun qarşısı alınmalıdır. Sırf bununla məşğul olanlar nə JEK-in işi deyil, nə hansısa MTK-ların işi deyil. Bununla sırf məşğul olan qurumlar olmalıdır. Heyvanlar haqqında var və var. Onlar məşğul olmalıdır. Yəni bu nə bizim günahımız deyil, nə hansısa bir MTK-nın və yaxud da hansısa bir JEK-in, hansısa bir bələdiyyənin. Bununla məşğul olan sırf qurumlar var. Onlara mən müraciət edirəm ki, bu haqda tədbircə həm o itlər yazıqdır, bu vəziyyətdə yaşayır. İnsanların əlinə baxa-baxa qalıblar. Həm də ki, yəni insanlar yazıqdır. Bu cür təhlükələr baş verməsin. Xalqımızı, dövlətimizi qorusun.